Sabahınız xeyirli olsun değerli izleyicilerimiz. Torpaq çərşənbəniz mübarək olsun. Süfrəniz ruzlu, bərəkətli olsun inşallah. Bugün martın 18'ine olan texniki analizi nəzər çatdıracağım. Yəni bildiyiniz kimi dünən yadda qalan hadisələrdən yenə bir qızıl oldu. Qızıl sürətlə yuxarı doğru istiqamətlə davam etdirib. Bugün səhər saatlarında yeni bir maksimum rekord 3017'lere kadar yükseldi. Ve oradan sonra hemen aşağı doğru istiqamətlə davam ettirdi. Yani 3000 altına kadar indi. Yeni bir belediye yani minimuma imza attı. Səhər saatlarında yeniden yukarı doğru istiqamətlə davam ettirir. Belə, yəni bugünlər hədəflər nə olacaq? Hədəflər qızılda birazdan söyləyək. Ətraflı YouTube kanalında baxa bilərsiniz. Keçək biz fundun dolar rəqabətinə gündəlik missiya 688 pipsdir. Dünən 750 pips yani 75 pip yukarı doğru istiqamətlə davam ettirerek qiymət demək olar ki, yəni 1.30'lara çatdı. Və növbəti hədəflər hansı olacaq? 1.30, 500'lər, 1.31, 660'lar olacaq. Bay əməliyyatları bugün 1.29.9'lərdən, sellər isə 1.29.500'lərdən gələcək. Keçək biz Euro-dolar rəqabətinə. Euro-dolar rəqabəti isə gündəlik isə 782 pipsli, dünən 600 pipsli bir hərəkətdə yaddaşlarda qaldı və bugün bay əməliyyatları 1.09.200'lər, sel isə 1.08.9'lərdir. Keçək biz qızıla, təbii ki gündəmdə olan, gündəmi zəbt edən qızıl bugün səhər saatlarında 18 doları yuxarı doğru istiqamətlə davam etdirərək, yəni 3017'lere qalxdı və növbəti hədəf isə yəni bildiyiniz kimi biz yuxarıda qeyd etmişik. Yəni bu bütün rəqəmləri 15'i, 17'ni və 25'i, 31'lərə qədər yəni yüksəlməsi gözlənilir. Növbəti hədəf isə 25'dir. 3025'lərdir. Bugün bay əməliyyatları təbii ki 3018'dən formalaşsa baylar, sellər isə 3007'dən formalaşmalı idi, amma formalaşa bilmədi. Bugün yani yeniden aşağı doğru istiqamətlə davam etdi. 3006'lardan aşağı 3007, 3006'lardan aşağı formalaşsa satışlar gələcək. Keçək biz neftə. Neft dünən gepdən açılsa belə gepi bağlaya bilmədi. Yəni 1 dolar 33 sen yuxarı doğru istiqamətlə davam etdirdi gepdən və 1 dolar korreksiya verdi. Bugün alış əməliyyatları koridorundan söhbət gedir. 71-20'lər, satışlar isə 70-60'lardandır. Bitcoin'e geldiğinde ise Bitcoin dünən satış əməliyyatlarından bize gelirler verdi, alış əməliyyatlarına gelirler verdi. Bugün 83.400'lerden yukarı formalaşsa alışlardı, 82.700'lerden aşağı formalaşsa ise satışlar olacak. Doların Türkiye'si rəqabəti ise 36.650'lerde ticaret edir. Keçək biz Nasdaq, S&P Dow Jones'a. Nasdaq, S&P Dow Jones dünən mükəmməl gəlirlərin nəticədə biz onu sosial şəbəkələrdə paylaşdıq. Həm Instagramda, həm Facebook'da. Yəni sürətlə yuxarı doğru istiqamətə davam etdirib bütün baylar açıldı və bugün Nasdaqda bay əməliyyatları 19.787, sellər isə 19.688'lərdir. S&P'de isə alışlar 5.671, satışlar isə 5.632'lərdir. Dow Jones'da ise alışlar 41.868'ler, satışlar ise 41.614'lerdir. Diğer yükler geldi ise doların Japonya rəqabəti və fundun Japonya rəqabəti istiqamətdə yuxarı doğru istiqamətlə davam edir. Bu səhər saatlarından da qalxdılar. Amma doların frankon rəqabəti təəssüflər olsun ki yeniden aşağı doğru istiqamətlə davam edir. Bir daha çərşənbəniz mübarək olsun inşallah. Sabah görüşmək ümidiyle, süfrəmiz həmişə bol olsun. Sağ olun.